Hər birinizi salamlayıram dostlar, yeni video xoş gəlmisiniz. Gördüyünüz kimi artıq bu vlogu nəhayət ki çəkdim. Bugün sizi PUBG Mobile yox, məhz mənim ofisim gözləyir. Mən sizə bugün öz oyun otağımı göstərəcəm. Hansı kompüterdə oynayıram, hansı planşetdə oynayıram, necə kayd edirəm, videoları necə çəkirəm, harda bu YouTube videoları baş verir. Hamısını sizinlə bölüşəcəm, hamısını sizinlə paylaşacağım. Ona görə videonu bəyənirsən, kanala abunə olursan və bildikləri də açmağı unutmursan. Və nəzərə al ki, mənim Instagram səhifəm var. Instagramda maraqlı foto, video, reel, story paylaşıram. Bu arada dediyim kimi Instagram mənim gəlir mənbəyim olduğu üçün mən istəyirəm ki, Instagrama yəni buradakı takipçilər ora gəlsə fıskırıq olar, fıskırıq. Yəni çox istəyirəm. Çünki 180 min ilişib qalmışım. Və bundan da əlavə bizim oyun kanalımız var. Energizer Gaming kanalı. Orada abunə ola bilərsiniz. Orada da çox maraqlı paylaşımlar eləyirəm. Və oyun kanalı... Əslində mən bilmirəm bu video hara gedəcək. Energizer Gaming kanalına gedəcək, yoxsa Energizer PUBG Mobile kanalına. Artıq hər iki kanalın ayrıca bir yeri var. Çünki PUBG Mobile kanalda PUBG oynayıram. Energizer Gaming kanalda kompüter oyunları oynayıram. Və əlbəttə ki, mənim yoldaşım ilə bir kanal var, adı İkimizdir. Bu İkimiz kanalında biz ikili vloglar çəkirik, öz həyatımızdan, səyahətdən və sadə bir gündəlik bir məişətdən. Ona görə videonu bəyən, kanala abunə ol və bütün bu kanalları da izləsəni çox sevinirəm. Nəysə, uzatmadan yollanırıq ofisə, məkanımıza və orada artıq hər şeyi sizə göstərəcəm. Yolu göstərməyəcəm, harada yerləşir göstərməyəcəm. Məhz artıq orada sizə hər şeyi göstərəcəm. Və bir çox suallar gəlirdi ki, Toğrul, maşını bu dara bir çəkdə. Maşınımı mənim maşınımı şəhərdə görürlər, salamlayırlar, zaten ərizə deyirlər. Amma maşınımı sizə necə göstərim? Yəni, burada göstərəcək bir şey yoxdur. Sadəcə gəlin siz çöldən bir 5 dəqiqə göstərim və bundan sonra yollanaq bizim olsun. Maşındır da, maşın. Dediyim kimi, Bakıda deyəsən, üçüncünü gətirdilər artıq onun Bakıya, qara rəngi. İkisi qara rəngdədir, bir dənə məndədir boz. Nömrəni təzə almışam, 77 EP004, 004 rəqəmini dəhşət çox sevirəm. Energizer PUBG EP. 2 qaplıdır, sport car sayılır. Azərbaycanda dediyim kimi 2 dənə idi, bir qara, bir boz. Artıq qaranı da bir dənəsini gətirdilər və oldu 3 dənə. Qeyri-adi bir şey yoxdur, 2 qaplıdır. Belə də bunun daldan vidi var. Çox qəşəngdir. Maşının səsini eşitmək istəyirsiniz? Gəlin göstərin. Maşının da xarici görünüşü böyürdən belədir. Məncə çox qəşəng maşındır. Gəlin sizə salonu da göstərim. Çox qəşəng. Məncə çox qəşəng maşındır. Adam da öz maşını tərifləməz də. Salonu belədir. Burada banan var. Bu arada yeyib atmışam bura. Maşının salonu belədir. Dəri salondur. Bu salon dəridir. Qeyri-adi bir şey yoxdur. Arxada da yer var. Arxada planşet var. Arxada da yer var. Rahat 4 nəfər yerləşə bilir. Yaxşısı budur ki, 2 nəfər yerləşsin bəsdir. Nəzərə alsaq ki, mən bütün günü tək oluram. Bu ailə maşını deyil. Mən bütün günü tək oluram. Uzağı yoldaşım deyər ki, məni işə apar. Mən maksimum onu apararam. Yəni bu maşında uşaq gəzdirmirəm. Bir-iki dəfə rayona gedmişəm uşaqla. O da ki, bir zülümdür də. Yenə də bir nəfər, o da yoldaşım olur hər zaman yanımda. Ya onu işə aparam, ya da ki, özüm hər zaman tək oluram və mənə belə yox, belə bəsdir. Daha sonra, ola bilər ki, dost tanış, bir-iki nəfər belə oturar maşına və salam. Yəni, maşında adam gəzdirməyi xoşlamıram. Maşın mənim üçündür və xoşlamıram. Dostlarımı yığım gedim arasa, mən o yaşda deyiləm. Plus, maşın da onu şeyləmir. Yoldaşımın maşını var. Bu arada elektrik maşındır, cipdir. Ondan gedib gəlirik arada bir rayona falan. Daha çox onu istifadə edirik gündəlik həyatda. Çünki həm elektrikdir, həm sərf eləyir, həm də ki, hamımız oraya yerləşirik. Mən, uşağım, Güneyl və əlbəttə ki, dayyəmiz. Dördümüz rahat hərəkət edə bilirik. Bu maşın sırf mənim üçündür və mənim içimdəki o uşaq, Toğrul, o balaca Toğrul arzulamışdı ki, idman maşını olsun və oldu. Toğrul arzulamışdı ki, qəşəng nömrəsi olsun, o da oldu. Bir balaca Toğrulun arzularını yerinə yetirirəm, əlimə pul gəldikcə. Düşünürəm ki, amma belədir. Nəysə, mən gedirəm, yönləndirəm ofisə. Artıq yolda çəkiliş eləyə bilməyəcəm, çünki o yola odaqlanmalıyam. Və bundan əlavə sizə burada maşında göstərəcəyim bir şey yoxdur. Maşın adi bir maşındır, amma səsi qəşəngdir ya.
Sən isə videonu bəyən və keçək ofisdə mən sənə hər şeyi artıq iş yerimi göstərim. Mən belə başa düşürəm ki, bugün bayram günüdür, ayın 20-sidir. Bugün sabah bayramdır. İndi bu video 21-i çıxacaq. Təbrik edirəm bayramınızı bu arada. Siz görüb xoşbəxt olasınız. Məsələ nədir? Mən sizə bunu göstərməmişəm. Alıb qoymuşam, amma bir dəfə də olsa istifadə etmişəm, yalan deyirəm. Prosta bilmirəm nə zaman artıq mən başlayacağam bunu istifadə etməyə. Buna bax. Qardaşım, GoPro-dur. Mən bunu almışdım ki, güya mən vloqlar çəkəcəm. Və maşına burada qəşəng yerləşdirmişəm, üzünü də qoymuşam mənə tərəf və belə çəkir. Mən güya bunu aldım ki, maraqlı vloqlar çəkəcəm. Sonra başa düşdüm ki, vloqları onunla çəkmək mümkün deyil, çünki keyfiyyət o deyil və hal-hazırda DJI kamerası var və DJI ilə çəkirəm. Sağ olsun mənim videoqrafım qəşəng, montajyorum qəşəng color correction eləyəcək bunu, qəşəng montaj eləyəcək və video olacaq fısqırıq. Başa düşdüm ki, o mənasız bir şeydir. Nəysə, belə mənasız şeylər mənim ofisimdə çoxdur. Artıq çatmışıq. Qalxıram yuxarı və sizə ətraflı hər şeyi içəridən göstərim. Hələ də videonu bəyənməmisən, like-ı qoy. 2 oğlan sənə. Nəysə, mən artıq otaqdayam və üzü divara çəkirəm ki, oranı görməyəsiniz. Like-ı qoy. Televizordan baxırsansa fərq etmir, aşağı düyməni edirsən, aşağı düyməni basırsan və like düyməsi gəlir. Həmən sırazu like-ı qoymağı unutma və mənim oyun otağıma xoş gəlmisən. Bu mənim 4-cü ofisimdir. 4-cü oyun otağımdır. Mən niyə evdə oynamıram? Birincisi, evdə uşaq var, ailə var, gecə oynamaq olmur, səs-küy, sənə mane olurlar və ümumiyyətlə bu mənim üçün peşədir, professional yanaşmalı deyənə mən məcburam bunu edəm ofisdə. Bu artıq işdir. Mən əynimi giyinirəm və gəlirəm artıq işə və bu videoları sizə çəkməyə. Ona görə buranı da bəyənmirəm. Buranın da yaxşı və pis tərəflərindən sizə danışacağım. Bu ofis mərkəzini də o qədər də bəyənmirəm. Və bu videoda sizə böyük bir açıqlama edəcəm. Bəli. Ona görə ola bilsin buradan bu yaxınlarda köçdüm. Hardasa bir 6-7 ay dəqiq buradayam, amma bundan sonra artıq köçəcəm. Və öz mebelimi özümlə götürəcəm, aparacağım. Gəl səni otaq ilə yaxından tanış edim. Otağa girən kimi burada yerləşir gördüyün kimi divan və mənim əl işlərimlə, bunlar mənim əl işlərimdir, foto, bunların hamısını mən çəkmişəm. Burada özüm üçün əylənirəm, orada süni güldür, lampadır, pəncərəsi var, pəncərəyə bu arada qara vurmuşuq ki, qara pərdə vurmuşuq ki, artıq gün orta vaxtı çəkəndə effekt yaratmasın, gündüz vurmasın. Bu mənim masamdır. Çünki kompüter oyunları bu kresloda oynayıram, çox rahatdır, belim düz qalır. Amma bu daha yaxşıdır, bu mənim üçün bu daha rahatdır. PUBG Mobile videolarını baxın bu kresloda çəkirəm. Çünki burada otururam, ayaqlarımı qaldırıram, lotus pozasında oturub və burada oynayıram. Hamısını sizə göstərəcəm. Kompüterlə sizi birazdan tanış edəcəm. Oradan girən kimi belə bir rəfim var. Bu rəfdə həmişəki kimi Toğrulun məşhur rəfi də deyəcəksiniz. Toğrul burada bütün avadanlıqlarını saxlayır. Orada mənim kiçik bir mini barım var. Mini bar demək olar sonra çay və quru meyvə, başqa heç nə yoxdur. Bunlar mənim fotostudiyamdan qalıb. Bunları mən dekordur, bunları mən götürəcəm. Bu arada aşağıda PlayStation-lardır. Deyəcəm o nə PlayStation-lardır. Ağzı bağlı 5 dənə PlayStation var orada. Burada isə yerləşir kabellər, daha avadanlıqlar, lazım olan şeylər. Burada gördüyünüz kimi kameradır. Bu arada bunu təzəlicə yoldaşıma almışdım 2200 manata. Bəyənmədiyi üçün mən bunu götürdüm özümə, özüm işlədəcəm bunu. Daha sonra burada mənim belə security kameralarım var. GoPro-nun qutusudur, batareyalardır, seyfdir. Seyfi artıq hər kəs tanıyır. Digər avadanlıqlardır, jurnallardır, droplardır. Bu arada bunları eləmişəm və tezliklə satışını başlayacağım. Hələ başlamamışam. Bunu yəqin ki, ilk görənlərdən biri siz olacaqsınız. Bu nədir? Bu pul qabıdır, qardaş. Bu drop şəklində pul qabıdır. Və siz bura pul yığa bilirsiniz. Sonra açırsınız, içindəkini də xərcləyirsiniz. Bunun öz qiyməti var. Bunu siz əldə edə bilərsiniz mənim PlayStation klubumda. PlayStation klub haqqında spoiler verirəm, birazdan danışacağım və belə bir oda kartları var. Bu oda kartları da pulla satılır. Siz bu oda kartları əldə edərək Energizer-la təkbətək oynaya bilirsiniz. Bunları zaten siz bilirsiniz, bu mənim əl işlərimdir, mən fotoqraf idim, artıq bu peşəni dalda qoymuşam. Burada mənim kitablarımdır, şamlarımdır. Bu ətirli şamlardır. Baltasar.
Mənim ən sevimli kitabım. Yəni bu kitab olmasaydı mən bilmirəm nə edərdim. Bir kişi xeylağı məncə hər kişi bunu oxumalıdır. Kişi deyirsə bunu oxumalıdır. Bunu o demək deyil ha, bunu oxumalısa kişi deyilsiz. Hər kişi bunu oxumalıdır mənə görə. Oxumamısansa otur, oxu, çünki sən bu kitabdan ləzzət alacaqsan. Screenshot eləyin. Azərbaycan dilində bu arada var bu kitab. Azərbaycan dilində də oxuya bilərsiniz. Şəxsi sənədlər üçün, şəxsi işlər üçün burada mənim MacBook-um var. Bu adi MacBook Air-dir. Təzədir. Təzə modeldir. Son modellərdən biridir. Hardasa 1 yaşı var hardasa. Və printer, sənədlər, müqavilələr çap eləmək üçün. Əvvəl boks ilə mən professionalca məşğul olurdum, oradan qalıb. Nədən danışım sizə? Bu yaxınlarda mənim PlayStation klubum açılır. Bəli. Çoxdan düşünürdüm ki, hansısa bir biznes olsun, hansı ki mənə işləyəcək, mənim auditoriyama yararlı olacaq. Yəni sizlərə, izləyicilərimə. Və düşündüm ki, bu PlayStation klubu ola bilər. Əlbəttə ki, PlayStation klubunun yanında kompüter klubu da olacaq. Bu gələcəyi olacaq. Çünki kompüterin biri çox baha olduğu üçün ortalama bir kompüter, oyun kompüterinə danışırıqsa, yaxşı monitor, yaxşı klaviatura, mausu bu 4000 manatdır. 4-5 min manatdır bir kompüter. Və 10 dənə kompüter artıq 50 min eləyir. 20 dənə kompüter olmalıdır heç olmasa bu 100 min pul eləyir. Təqribi bu ancaq kompüterdir. Digər xərcləri isə demirəm. Ona görə internet klub açmaq 150-200 min pul lazımdır ona. Günü bu günü açaram. Bir dənə şərtim var. Mən bilmirəm mənim açdığım PlayStation kluba nə qədər adam gələcək. PlayStation elədir ki, biri 1000 manatdır, 1200 manatdır. 10 dənə PlayStation eləyir 12000 manat. Remontu, olsu busu gəlir hardasa sənə PlayStation klub ortalama düşür 35-40 min manata. Və başa düşürsən ki, bu biznesə yatırmaq olar. Və əgər mənim Energizer Gaming Lounge, Energizer Club, PlayStation klubu da, yəni Game Club, PlayStation, 10 dənə PlayStation-dan yaxşı getsə, düşünürəm ki, onun yanında artıq personalni kompüterlər üçün də yer ayıracam və orada PlayStation-lardan da əlavə kompüterlər də olacaq. Artıq bu olacaq və hər birinizi, bu videoyu indi sabah izləyəcəksiniz, deyəcəksiniz ki, Toğrul, xeyirli olsun, uğurlu olsun, amma hər birinizi orada gözləyəcəm. Hər birinizə güvənərək mən PlayStation klubu açmışam ki, siz gələsiz, əylənəsiz, yeyəsiz, içəsiz və orada məni də görə biləcəksiniz. Mən də orada olacam. Demirəm hər gün orada olacam, 7-24, amma orada olacam. Mən tezliklə remont işləri bitəndən sonra oranı paylaşacam. Ünvan hardadır, nədir, nəçidir, artıq reklam eləyəcəm, sosial şəbəkələrimdə mənim görəcəksiniz. Ona görə deyirəm ki, siz həmən girin Instagrama abunə olun. Instagramda hər şeyi paylaşıram, gündəlik paylaşıram. YouTube'da video hər gün çıxmadığı üçün mən bir xəbəri verə bilmirəm sizə, yadımdan çıxır. Amma Instagram elədir ki, əlinin altına tap çıxartın, çəkdin və sən, mənim izləyicim, hər şeydə xəbərdar olursan. Ona görə girib Instagrama abunə olmağın sənin daha yaxşıdır, məntiqlidir bu baxımdan. Əgər mənim hansısa bir addımlarımı bilmək istəyirsənsə, tezliklə PlayStation klubu açılacaq və hər birinizi ora dəvət edəcəm. Açılış olacaq. Açılışa gəlin, yeyin, için, kef eləyin, mənlə görüşün, fotozat paylaşın, fotozat çəkək. Mən açılış günlərini, açılış tarixlərini sizlərlə bölüşəcəm. Gələrsiniz. 100% gələrsiniz. Yəni məni görmək istəyirsənsə gəl. Açılışa gələn adamlar da ki, hədiyyələr qazana biləcəklər. Əlbəttə ki, açılışa gələn adamlar barmaqlıq əldə edə biləcəklər, məndən pulsuz. Açılışa gələ bilənlər ən azından orada olan o bəzi şirniyyatlardan yeyə biləcəklər və əlbəttə ki, PlayStation klubu ilə yaxından tanış olacaqlar. Nəysə, kompüter deyəndə ki, bu divan yadınızdadır. Bu divan mənimlə hər zaman, hər yerdə gedir. Bunu mən endirimlə almışam 600 manata. Bunun qiyməti 1400 manat idi. 600 manata bunu aldım. Bu koja, bu təbii dəri deyil, bu koja zəminisildir. Amma çox bəyənirəm buranı, bu divanı. Və hara getsəm də özümlə aparıram və belə bir butonum var. Bunu bilmirəm, göstərmişdim sizə yox. Bu sizin sahənizdə qazandığım YouTube'dan 100 min takipdə olan, 100 min takipçidə verilir bu. Sizlərin sahənizdə bunu qazandım. Düzdür? Hə, düzdür. Energizer 100 min subscribe. İnşallah bunun qızılı gələcək 1 milyonda. 1 milyona düzdür, hələ çox var. 360 min takipçimiz var YouTube'da. Düşünürəm ki, özümü yaxşı aparsam, ilin sonuna kimi 1 milyon, yox 1 milyon ilin sonuna kimi olmaz, 500 min olar. Yəqin ki, qısa bir zamanda 1 milyon da olar. Artıq 100 minlik bax bu plakatdan yəqin ki, tezliklə digər Energizer Gaming kanalına da verərlər. Çünki orada indi 44 mindir.
44 min takipçim var. Və tezliklə o da 100 min olandan sonra ona da verəcəklər. Nəysə, bu tək mənim deyil, bu həm də sizindir. O demək deyil, gəl götürməlisən. Yəni bildim mən nə demək istəyirəm. Nəysə, videonu hələ də bəyənməmisənsə, videoda bir dənə like düyməsini qoyursan, şappadan, oy Allah, bu nədir? Like-ı qoyursan və gəl sənə kompüteri göstərim. Amma kompüterdən qabaq mən sənə barmaqlığından danışmaq istəyirəm. Çünki Energizer'ın barmaqlığı mükəmməl bir barmaqlıqdır və sən oyunda yaxşı nəticə vermək istəyirsənsə, mütləq Energizer'ın barmaqlığını əldə etməlisən. Mən sənə indi izah eləyəcəm niyə. Energizer'ın bax belə bir barmaqlığı var. Üzərində də görürsüz yazılar var. Kit var, mənə 556 ver, nə bilim, gəl VS ataq. Yəni PUBG-də gündəlik Azərbaycan dilində, doğma dilimizdə istifadə etdiyimiz bütün sözləri, bax, mən bu barmaqlığın üzərinə vurmuşam. Düzdür, dizaynı wow deyil, amma bu mənim ilk məhsulum olub və bu günü bugünə qədər çox əla satılır. Çünki PUBG Mobile, nə ki PUBG Mobile, Brawl Stars, Free Fire, Call of Duty, PUBG, Luboy istənilən mobil telefonda oyun oynayırsansa, sən bu barmaqlıqdan istifadə edə bilərsən. İndi mən PUBG oynayıram, PUBG deyirəm. Amma siz Call of Duty oynayırsınızsa və ya Free Fire oynayırsınızsa, siz mütləq bu barmaqlıqdan istifadə edin. Çünki bunun keyfiyyəti yüksəkdir. Nəysə, bunun belə qablaşdırılmasından, özəl qablaşdırılmasından da əlavə. Bilirsiniz necədir söhbət? Mən sizə hansısa 28-də satılan barmaqlığı gətir vermirəm. Hansısa Kitayda, Türkiyədə düzələn barmaqlığı gətir vermirəm. Bu Energizer'ın özəl Azərbaycanda buna rəqabətli göstərən bir barmaqlıq yoxdur. Yoxdur. Başa düşürsünüz bu nə deməkdir? Nəysə, gəlin içini açaq. Mən bilirəm, bəzi YouTuberlər, bəzi TikTokerlər, bəzi PUBG-də tanınan insanlar barmaqlıq satır. Amma onlar sizə başqalarının brendini götürürlər, gətirirlər ki, qardaş, bax, qəşəng barmaqlıqdır, sat. Oradan da 5 manat pul qazanır, atıram. Məndə elə deyil, məndə sırf mənim məhsulumdur. Bu məhsul sıfırdan məndə yığılıb, sıfırdan. Demişəm ki, belə olsun, materialı belə olsun, belə dizaynı olsun, belə rahatdır, belə narahatdır. Ona görə nə? Açan kimi bu cırılmır. Bu arada bunu yadınızda saxlayın. Bunun cırmağa ehtiyac yoxdur. Bunun burada lipuçkası var. Lipuçka necə açılır? Götürsən belə, hop, qırağı elədin, artıq açılır. Ki sonra girmeçkasını bağlaya biləsən. İçindən 2 dənə belə bir barmaqlığı gəlir. Bax, 2 dənə belə bir barmaqlığı gəlir mənim loqom ilə. Bu köhnə loqodur. İndi hal-hazırda təzə loqo işlədirik. Problem yoxdur məncə onun. Bu arada bu E hərfi qaranlıqda işıq verir. Bunu ancaq belə işığa göstərirsən, sonra qaranlıqda oynayanda görürsən ki, bu əməlli başlı işıq verir. Qaranlıqda probeliyini bir dənə oynamağa öz-özə ləzzət eləyəcək. Bu barmaqlıq boz tərəfi 90% dəmirdən ibarətdir. Bu parça metallizirованная ткань deyirlər. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, bu boz tərəfində dəmir həddindən artıq çoxdur. Və o deməkdir ki, sənin barmağın ekranı daha tez görəcək, daha yaxşı hiss edəcək. Və bu dəmir nə qədər çox olsa, bir o qədər baha olur barmaqlıq. Siz gedirsiniz, deyirsiniz ki, mən 2 manatlıq alaram, 1 manatlıq alaram, 50 qəpiklik alaram. Okey, ged al, amma o parçadır. Bu parça deyil. Bunun 90% dəmirdir. Metallizirованная ткань deyirlər buna. Bunun içində kalan gümüş var. Ona görə bunun qiyməti də bahadır. Və əlbəttə ki, bu Energizer'ın öz barmaqlığı, öz dizaynı olduğu üçün əlbəttə ki, digər barmaqlıqlardan fərqlidir. Keyfiyyəti çox yaxşıdır. Cırılmır, qətiyyən cırılmır. Siz bunu illər boyu işlədəcəksiniz. Bir dəfə al, amma yaxşısını al. Barmaqda görünə qəşəng görsənir. Buna bax. Buna bax. Super, mükəmməl. Əgər kimsə desə ki, Toğrul, bax, bunun bu tikişi, qara ilə bozu birləşdirən tikişi məni narahat edir. Şəxsən mənim özümü o narahat edir. Okeyəm, yəni. Amma adam var ki, belə də oynayır. Adam var belə oynayır. Adam var barmağın ucu ilə oynayır. Mən barmağımın ucu ilə oynayıram. O halda nə etməliyəm? Əgər buranın tikişi mənə mane olursa, götürürəm barmaqlığın ucunu, fırladıram bax belə, əks tərəfinə. Gördünüz? Fırlatdım. Loqo qaldı içəridə. Gördün? Loqo qaldı içəridə. Və bunu belə taxıram barmağıma və tikiş içəridə qaldığı üçün görürsən, loqo zat getdi, çünki içəri tərəfə fırlatdım, iznankaya və belə oynayıram. Mən isə artıq belə tutub, belə barmağımın ucu ilə oynaya bilirəm. Mükəmməldir, mükəmməl. Bu keyfiyyətdə barmaqlıq siz Azərbaycanda tapa bilməyəcəksiniz. Bu sizin sevimli YouTuberiniz sizlər üçün düzəldib. Ona görə bu barmaqlığı mənim PlayStation klubumdan əldə edə bilərsiniz. Tezliklə bir marketdə satışda olacaq. Əgər sən bir marketdən alırsansa, qiymət dəyişilmir.
Sifariş verirsən bir market tətbiqindən Energizer barmaqlığı yazırsan, gəlir qabağına, tez bir dənə sifariş elədin, düz qapıya kimi çatdırdılar. İstəyirsən aylara böl, 1 manat ödə, fərqi yoxdur. Necə istəyirsən bir marketdən əldə et. Bir market bizim barmaqlıqları sənin evinə çatdırır. Əgər yox, sən özün gəlib, məni görüb, mənim PlayStation klubumda əyləmək istəyirsənsə və arada gəlib barmaqlıq da almaq istəyirsənsə, gəl bizim PlayStation kluba, həm barmaqlıq əldə edərsən, həm də girib PlayStation oynayıb dostlarınla əylənərsən. Hərdən bir düşünürəm ki, çox uzun danışıram. Bilmirəm, bəyənirsiniz, bəyənmirsiniz. Gəlin sizə mən kompüteri göstərim. Bu kompüter mənə çox baha-başa gəlib. Bu kompüter tək keysinə 4700 manat pul vermişəm. Burada deməli parametrlərini mən sənə göstərəcəm. İndi hal-hazırda göstərəcəm. Nə var içində, hansı parametrlərdir, Toğrul, niyə belə bahalı almısan? Alienware, 3 dənə monitorum var Alienware. Ortadakı çox bahalıdır, çünki ortadakı 4K-dır. Digərləri isə Full HD, 380 Hz. Bu da 380-dir, bu da 380-dir. Bu isə 4K-da verir 165 Hz, Full HD-də verir 380. Mən burada kompüter oyunları oynayanda mən istəyirəm ki, full qrafiklərlə oynayam. Full HD-də oynamaq belə də orta. Amma bunu çox bəyənirəm. Bu ortadakı monitor bahadır. Bahadır deyəndə ki, qardaş, bax bu monitorun qiyməti bugünkü gündə 3500 manatdır. Digərləri isə hərəsi 2500 manatdır. Özünüz oturun hesablayın. Burada mənim belə bir kameram var. Bu kameram Sony 6500-dır. Bu kameranı mən almışam, mən sizə yalan deməyəcəm, işlənmişini almışam 1800 manata. 1800 manatın da üstündə balaca bir dənə bu boyda bir dənə şey var idi. Obyektiv var idi və yararsız idi. O obyektivi dəyişdim və bahalısını götürdüm. Üstündəki obyektiv bu boydaydı. Bax, əlimlə göstərirəm. Bax, görürsən, bu boydaydı obyektiv üstündəki. Keyfiyyətsiz idi. Mən getdim, bax, bunu götürdüm. Bu Sigma 16 mm-dir və 1.4 diafragması var. Bunun qiyməti 850 manatdır. Obyektivin qiyməti 850 manatdır. Kameranın qiyməti işlənmiş 1800-dür. Buradan deməli kabel şeyə taxılıb, toka taxılıb və 7/24 tokdadır. Mən artıq onun içində olan şarjı, batareyanı istifadə etmirəm. Mən artıq onu kabeldən istifadə edirəm. Yəni enerjini buradan ötürürəm. Və daha sonra bu isə ikinci kabeli isə gedir kompüterə qoşulur, görüntünü ora ötürmək üçün. Kamera ilə aydın oldu da yəqin ki. Kameranın da ştativi də belə bir qəşəng ştativdir. Ayaqları ilə bir yerdə. Görürsən, qəşəng ştativdir. Qaldırırsan, salırsan. Yəni masanın üzərində istifadə edə biləcəyin bir şeydir. Bax, hop, belə. Əslində bu ştativ, yəni fotoaparata qoyduğum ştativ şeydir, işıqlar üçündür. Mən əvvəl işlətdiyim Godox işıqlarını idi. Sadəcə mən bunu aldım sırf incə ştativ olduğu üçün, görsən nə qəşəng dəmirdəndir. Mən onu artıq kameraya aldım, qoydum. İşığa gəldikdə mən Nanolight işığını işlədirəm. Bax, görürsən nə boyda işıqdır. Bəzi YouTuberlər bax bundan işlədir. Oy Allahım, bu nə idi? Dabanım dəydi sənin, dabanım dəydi. Dedim, partladı da qardaşım. Mən bəzi YouTuberlər, istəyir Barış G, istəyir digər YouTuberlər, hamısı, yəni söhbət xod gedən YouTuberlərdən gedir. Mən özüm də əvvəl ondan işlədirdim. Təzəlikcə keçdim bu bir işığa. Əvvəl bundan işlədirdim. Bax, bunu görürsən Godox. Həmən bəyaqki ştativə taxırsan və orada işlədirsən. Bu mükəmməl işıqdır. Bundan məndə 2 dənədir. Birini verdim, Joseph var idi bizim komandamızda oynayan Yusif Joseph. Birini ona verdim, dedi ki, mən YouTube'a başlamaq istəyirəm. Verdim, ona elə qaldı onda. İşlətmədi, nə YouTuber oldu, nə bir şey oldu. Bu işığın qiyməti, indi göstərdiyim işığın qiyməti təqribi 225 manatdır. 225 manat. Mən artıq onu işlətmirəm, çünki biraz mənə qəribə gəldi ki, axı, mən professional işığım var, mən niyə istifadə etmirəm? Mən bu işığı almışdım ki, reklam videoları çəkəcəm. Bir marketdən işimizi dayandırdıq deyənə, mən artıq bu işığı satmadım. Fikirləşdim ki, qardaş, mən buna, bax, bu işığa 1900 manat pul vermişəm. Tək buna. 1900 manat pul vermişəm. Bu Nanolight-dir. Cəmaət bundan kino çəkir. Reklam, kinolar, böyük productionlar bundan istifadə edir. Kabel gəlir, bax, belə bir avadanlıqdır. Birinci bunu qoşursan toka, sonra isə Nanolight-ı qoşursan. Hop, yandırdın və burada işıq gəldi. Amma professional işıqdan biz danışırıq. Biz professional, yaxşı, keyfiyyətli işıqdan danışırıq. Sən super oyuncu ola bilərsən, sən mükəmməl bir oyuncu ola bilərsən, amma sənin kameran və kameranı dolandıran işıq
zibildirsə və sən işıq qura bilmirsənsə, apar tulla. Niyə Energizer'ın videolarında facecam çox qəşəng görünür, kalitəli görünür, keyfiyyətli görünür, işıqlandırma, kameranın özü? Çünki hər şeyi bilirəm mən. Mən əvvəl reklam productionlarında işləmişəm, mən əvvəl reklam videoları çəkmişəm. Özünüz bilirsiniz ki, məni yaxından tanıyanlar bilir ki, mən bir marketin bütün videolarını çəkirdim və bundan əlavə mən başqa müştərilər üçün video çəkirdim. Mənim təcrübəm var. Mən sırf operator kimi, fotoqraf kimi, montajyor kimi, rejissor kimi fəaliyyət göstərmişəm deyən artıq mən bilirəm. Kamera necə çəkməlidir, işıq necə olmalıdır. İşıqdan başqa belə bir bizim juravel deyilən bir ştativimiz var. Juravel nəyə deyirlər? Juravel qalxır, sonra belə gəlir. Buna juravel deyirik biz. Özünüz search eləyin niyə juravel deyirik. Adi ştativ qalxır və işıq orada olur. Ştativ odur, bax. Bax belə bir şey olur. Bu juraveldir. Bunun tək qiyməti 600 manatdır. Bax, belə gəlir, dəmirdəndir bu. Qalxır belə. Bu istədiyin yükü saxlayır. Bu ştativ, qardaşım, 80 kiloya kimi saxlayır və bunun üzərində qruz qoymuşam. Qruz nədir? Bu parçadır, kisədir və içində qum var. Bu ağırlıq yaradır ki, bura bu düşməsin. Bax, bu düşməsin yerə. Başa düşdünüz? Yəni, burada necə hər şey professional dərəcədə quraşdırılıb. Daha sonra gəldik bizim mikrofonumuza. Mikrofon adi Rode mikrofonudur. Podmic. Bildiyimiz Podmicdir. Burada bir çox adamlar bundan istifadə edir. Yəni, bu güclü bir şey deyil, yəni bahalı bir şey deyil. Bunun qiyməti 450 manatdır. Bir çox YouTuberlər TikTokda görmüşəm işlədir. Sadəcə mən bunu artıq XLR çıxışı ilə istifadə edirəm. Bu artıq o deməkdir ki, bundan çıxırsa kabel, deməli sənə sound kart, səs kartı lazımdır. Hansı ki məndə bax burada yerləşir. Bu səs kartıdır. Mikrofon ona qoşulur. Bu isə artıq səsi təmizləyəndən sonra verir səsi kompüterə. Və onun da qiyməti, sound kartın da qiyməti hal-hazırda 350 manata işlənmişini almışam. Təzəsi hardasa $400. Belə bir şeydir. Bunun da qiyməti dediyim kimi 350 manata işlənmişini almışam. Təzəlikcə bax bunu da aldım. Elgato'nun loqosunu görürsən. Elgato'nun kronşteynidir. Bu kronşteynə mən vermişəm 650 manat. Bax, bu kronşteyni 650 manat. Deyəcəksiniz ki, Toğrul, niyə 650 manat ona vermirsən? Sən gedib adi, nə bilim, 28-dən hardansa ala bilərdin, 30 manata, 40 manata adi bir dənə dəmir kronşteyn ala bilərdin də. Yox, Toğrul brend xəstəsidir, Toğrul keyfiyyət xəstəsidir. Və sırf PUBG, YouTube, bu hobbi, bu peşə mənim üçün sevdiyim işdir və mən bugünkü gündə atıram, futbol oynayıramsa, mən ucuz bir ayaqqabı ilə oynaya bilmərəm. Mənə bahalı ayaqqabı lazımdır ki, mən həvəslə yanaşam. Və bu mikrofon tutacağın da qiyməti 650 manatdır və təzəlikcə ona pul vermişəm. Əvvəl mikrofon burada olurdu, belə olurdu, mənə mane olurdu və artıq mausa mane olmur və istədiyin kimi gətirirsən, hop, burada belə qoyursan və ya fırladırsan, belə qoyursan və istədiyin kimi istifadə edirsən. Mükəmməldir, mükəmməl. Bu mikrofon. Başqa burada sizə göstərəcəyim Logitech-dir. X Pro kolleksiyasındandır. Bu da Superlight 2-dir. Bu da özünüz bilirsiniz ki, mən qulaqlıq artıq əvvəl bunu işlədirdim. Hara getdi o qulaqlıq? Bilirdiniz ki, mən onu işlədirdim. Artıq onu işlətmirəm. Arada bir ola bilər taxaram, amma indi hal-hazırda işlətdiyim qulaqlıq budur. Bu Moondrop'dur. Bu mükəmməl bir qulaqlıqdır. Bu çox bahalıdır. Bunun qiyməti 700 manatdır. Bax, bu qulaqlığın qiyməti 700 manatdır. Bu artıq belə taxılır. Özünüz videolarda görmüsünüz. Bu belə taxılır. Çünki mən artıq qərara gəldim ki, mən istəmirəm başımın üstündə o mikrofonlar, qulaqlıqlar olsun. Niyə? Çünki mən 2 saat, 3 saat oyun oynayıram və başımın üzərində saçım batır içəri. Düzdür, ciddi bir şey yoxdur, amma buradan çıxırsan başa düşürsən ki, burada Ronaldo'nun çolkası kimi burada saç var, burada batır, burada da saç var. Ona görə düşündüm ki, artıq bu qulaqlıqlardan istifadə edəcəm. Bu qulaqlığa gəlsək, bundan məndə 2 dənədir. Bu hədiyyədir, ağzı bağlıdır. Bunu ola bilər ki, məsələn, hədiyyə elədim izləyicilərimdən və köhnə işlətdiyim də budur. Yəni, bunu keysinə qoymuşam, kisəsinə qalıb orada. Hələ Bluetooth-unu da çıxarmışam. Texnika işlədəndə səliqəli işlədirəm. Elə səliqəli işlədirəm ki, məndən sonra onu təzə adıyla sata bilərsiniz. Yəni, sata bilərəm. Ona görə belə. Qulaqlıq ağ, Logitech qulaqlıq, klaviatura və mouse hamısı bir yerdə 1100 manatdır. Klaviaturanın işlədirəm.
mouse işlədirəm, amma qulaqlığı artıq işlətmirəm. Bəzi videolarda ola bilsin götürdüm, işlətdim. Bəzi videolarda işlətmirəm. Mənim belə bir klaviaturam var burada. Bu arada mən kompüteri alanda кейsi 4700 manata alanda mən belə bir klaviatura da aldım özümə. Bu Logitech-in mexanik klaviaturasıdır. Əvvəl bununla oynayırdım. Ağdan qabaq bununla oynayırdım. Sonradan Logitech şirkəti mənə hədiyyə göndərdi bu qulaqlığı. Bu klaviaturanı ödəniş aldım. Dedim ki, mənə 2000 manat pul verəcəksiniz. Mənə bir dənə bunu verəcəksiniz. Bir dənə bunu verəcəksiniz və o ağzı bağlı qulaqlığı verəcəksiniz. 2000 manata üstünə pul verəcəksiniz. Mən də sizə reklam eləyəcəm Instagramda. Bir dənə video paylaşacağam. Və elədim də. Pulumu da aldım. Və sadəcə bunların hamısı ağ rəngdədir deyənə, o da, bu da. Mən onları işlədirəm. Amma mənim sevimli klaviaturam hansıdır soruşsaz, bax bu. Bu dəmirdəndir. Bu dəmir konstruksiyası var bunun. Və bu mexanikdir. Səsə bax. Bu mükəmməldir. Sadəcə pro gamerlər, indi aranızda 100% var bu videonu izləyənlər var. Point blank xəstələri, Counter Strike Valorant xəstələri, onlar bilirlər ki, bax bu əjdaha başqa bir şeydir, başqa aləmdir. Mexanik klaviatura başqa aləmdir. Yoxsa bu da bahadır, bu da çox bahalı bir klaviaturdur, amma bu başqadır da, bu mexanik deyil. Superdir, qəşəngdir, simsizdir, nagilsizdir və ona görə də professional sayılmır. Nagilsiz, yəni kabelsiz, şnursuz klaviaturalar, şnursuz mouselar professional sayılmır. Yəni sən bununla dəqiq oynamaq istəyirsənsə, bunun kabelini qoşmalısan. Kabelsiz nə varsa professional sayılmır. Söhbət indi klaviaturadan, qulaqlıqdan və mousedan gedir. Kompüter göstərin parametrlərini, yoxsa yox. Videonu bəyənməmisənsə like-ını qoyursan və gəl sənə case ilə yaxından tanış edək. Yəni mən sizə robot stolu göstərəndə baxın görün nə səliqəlidir. Deməli, buradan My Computer'dan bu tərəfə tətbiqlər gəlir, aşağı isə oyunlar gəlir. Burada isə qabaq fotolarıdır və bura isə Reels'lardır. Korzinada zibil bura qoymuşam və digər monitorlarda da heç nə yoxdur. Yəni perfeksionizm, yəni mən xəstəsiyəm də, artıq heç nə yoxdur. Bax, oynadığım oyunlardır, oynamadığım oyunları bura yazmıram. Qabaq fotolar var bu arada. Qabaq fotoları, yəni tezliklə çıxacaq videolardır. Budur, bu artıq çıxıb, bu çıxacaq video. Bu da çıxıb deyəsən, səhv eləmirəmsə və bu da çıxıb. Qabaq fotolarını mən düzəltmirəm. Qabaq fotolarını mənim dizaynerim var. Rusiyada, Azərbaycanda belə qabaq fotoları düzəldən yoxdur. Ona görə bir özünüz baxın da, bax bu şəkil Azərbaycanda kim düzəldə bilər? Düz deyə, yetərincə yaxşı dizaynerlər var, super dizaynerlər var, amma yoxdur dizayner hansı ki oyunu xəstə kimi bilsin. Sən PUBG Mobile belə qabaq fotolarını düzəltmək üçün sən özün oyunçu olmalısan, özün hər şeyi bilməlisən. Və təəssüflər olsun bizdəki dizaynerlər hamısı restoran, SMM, tərzli paylaşımlar düzəldir deyənə, onlar oyun nədir bilmirlər. O demək deyir ki, onlar heç nə bacarmırlar, onlar super bacarırlar. Prosta oyun sektorunun Azərbaycanda inkişaf eləmədiyi üçün onlar da belə qabaq fotoları düzəltmirlər. Və bu kompüterdə mən montaj eləmirəm. Videolarımı, editini başqa adam eləyir, Elnardır. Elnar, bu arada öz şəklini paylaşa bilərsən ki, qızlar sənə gəlsin. Zarafat eləyirəm. Mənim Elnar dostum var, o eləyir. Əlbəttə ki, dost deyəndə ödəniş şəklində maaş alır buna görə. Qabaq fotoları başqa adam eləyir. Reels'ları və YouTube videoları başqa adam eləyir. Reels'ları bir adam eləyir, uzun videoları bir adam eləyir, qabaq fotoları isə bir adam eləyir. Ona görə mənim vaxtım yoxdur, oturum video çəkim və sonra onları editini eləyim. Mənim işim nədir? Mən gəldim bura, videonu çəkdim, oynadım, videonu yüklədim Google Drive-a və çıxıb gedirəm. Mənim menecerim danışır montajorla necə montaj eləməlidir. Mənim menecerim danışır qabaq fotosunu düzəldəndə necə qabaq fotosu düzəlməlidir. Mənim menecerim danışır Reels Maker-lə necə bir Reels düzəlməlidir. Vəssalam, onlar hamısını edirlər, yükləyirlər və arada bir mənə Reels göndərirlər ki, Toğrul, sosial şəbəkələrdə paylaş. Hazır shortslar var, Reelslar var, vəssalam. İş belə qurulub və sizə gəlin kompüterimin parametrlərini göstərim. Çünki əzbər bilmirəm. Kompüterin parametrləri nədir? Deməli, 2 TB SSD var burada. 2 TB SSD görürük. 12 GB video kartdır. Nvidia GeForce RTX 550-70 video kart. 32
GB RAM və Core i9, yəni i9 prosesoru son nəsil 14900 3,20 GHz. Və daha sonra burada artıq Windows 17, Windows 17 Pro, Windows 11 Pro durur və digər parametrlərini burada görə bilirsiniz. Yəni kompüterin parametrləri yaxşıdır, həddindən artıq yaxşıdır. Bilmirəm niyə belə bahalı və güclü kompüter yığdırdım özümə. Düşünürəm ki, niyə də olmasın? Əgər mən bu işdən pul qazanıramsa, əgər mən Azərbaycanın ən tanınmış oyun YouTuberiyəmsə, niyə də yox, niyə də olmasın? Və sizin sayənizdə, Elnar, necə yazılır? Hansı düzdə onu qoy, bax. Nəysə, və sizə görə, sizin dəstəyinizlə mən artıq nəinki PUBG, mən çox gücümü vermək istəyirəm Energizer Gaming kanalına, hardakı mən oyun videoları da, kompüter oyunları da oynayacağam. Qorxulu, PUBG kompüter versiyası, Steam PUBG, Counter-Strike, Valorant, digər oyunlar fərq etmir. Digər oyunları mən Energizer Gamingdə başlayacağam oynamağa. Hər şey PUBG Mobile üzərində qurulmur. Azərbaycanda oyun sektorunu qaldırmaq lazımdır, inkişaf elətdirmək lazımdır və bütün günü PUBG oynaya bu iş irəliləmir. Ona görə artıq belə bir şərait var və mən də bir marketdən yolumu ayırandan sonra düşündüm ki, Toğrul, sən başqa nə bacarırsan? Oyun yaxşı oynayırsan və sən blogersən və səni tanıyırlar. Başla bu işi Azərbaycana inkişaf elətdirməyə və baxmayaraq ki, mənim gəlir yerlərim var, bizneslər var fərqli və mən bugünkü gündə odaqlanım, 9-da gedim işə, axşam saat 6-da gəlim kimi yaşamıram. Pis yaxşı, gəlirim yaxşıdır, işləməsəm də yaxşıdır və ona görə düşünürəm ki, özümü, öz vaxtımı, öz diqqətimi, öz biliyimi verəcəm YouTube-a və Azərbaycanda gaming sahəsini inkişaf elətdirəcəm. Bu mənim otağım idi. Burada ətraflı nədən istəyirsiniz danışım. Hər şeydən bir nisbət danışmışam, burada danışacaq bir şey yoxdur. Kompüterimi göstərdim, otağımı göstərdim. Bizdə bir Leyla xanım var. Bu arada sənə salam. Leyla götürür videonu, yükləyir, optimizasiya edir, ad verir, hashtagləri düzəldir. Bütün videonun optimizasiyasını və paylaşımını artıq bizdə Leyla balacamızdır da bizim də. Balaca bir dənə uşaqdır, Leyladır. Yox, zarafat edirəm, balaca deyil, artıq 18-19 yaşı var və bu böyük bir qızdır və burada artıq mənə köməklik eləyir və əlbəttə ki, ödəniş alır ona görə. Leyla mənim ürəyimdir. Leyla neçə illərdir məni izləyir. Bütün günü yayınlarda moderatorluq edir, videolarımı optimizasiya edir, yaxşı ideyalar verir. Hələ Rəvan da həmçinin menecerim. Buradan hər birinizə salamlar. Mənim komandam mükəmməldir, sevirəm hər birini. Düşünürəm ki, mənim işimi rahatlaşdıran, asanlaşdıran məhz onlardır. Mən isə gəlib oynayıb gedirəm. Başqa nədənsə bir vloq istəyirsinizsə, növbəti vloqun, gəlin belə danışaq, növbəti vloqun mövzusunu burada danışaq. Yorumlarda yazın, nədən çəkməyimi vloq istəyirsinizsə, ümumiyyətlə vloqlar tez-tez gəlməyini istəyirəm. Çünki Azərbaycanda PUBG Mobile deyib getmək istəmirəm. Mən vloqlar çəkmək istəyirəm, mən kompüter oyunları oynamaq istəyirəm, mən tək PUBG oynamaq istəmirəm. Və siz nə cür videolar görmək istəyirsiniz mənim kanalımda, burada yazın yorumlarda. Mən də bacardığım qədər sizlər üçün çəkəcəm və paylaşacağım. Sağda və solda istədiyin videonu izləyə bilirsən. Sadəcə izləyərkən like qoymağı unutma. Özünə yaxşı bax. Çox istəyirəm ki, bu video yaxşı baxış çıxsın və like'lar çox olsun, yorumlar çox olsun. Çox istəyirəm. Ona görə özünüzə yaxşı baxın. Yeni videolarda görüşərik. Bay bay.